Hörmətli izləyicilərimiz, sizlərə özü üçün tikilmə, şəxsi tikili, oturuşmuş, qoşa kubik, bugünkü gün 1 manat xərc tələb eləməyən 3 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Yerləşmə yeri Masazır qəsəbəsi Şok Marketin arxasında. Daşqum bazarından da daha yaxındır, yəni Şok Marketə. Hörmətli izləyicilər, marşrut dayanacağından 15-20 metr məsafədə 2,17 sotda. Baxın, bu gördüyünüz 3 otaq evimiz satılır. Yəni yörəsində keçmiyor. Əmin neçə ildir bu ev var? 14 il. 14 ilin evidir. Kişi deyir ki, materialı almışam, bu lambirini zadı. Yuxarısına da vuracam. Baxın, orada köməkçi otaqları, kladovkası, əlavə olaraq hamam sanuzeli, kürsülü evdir, hörmətli izləyicəm. Çox qəşəng evdir. Masazır qəsəbəsində Şok Marketin arxasında. Deməli, qoy sizə əvvəlcədən deyim, sənəd məsələsi, bura dəhlizli, 2 dənə dəhliz kimi də, burada ayaqqabılarını çıxartın da, bura ehtiyac olmur. Sənəd kupça yoxdur, hörmətli izləyicilərimiz. Deməli, kişi deyir ki, pulundan keçərəm, kim düzəltdirə bilsə, düzəltdirər özünə sənədi. Yəni, kupça yoxdur, dədə-baba üsulu inandır. Deməli, baxın, mətbəxi geniş, kombisi, əşyalarla birlikdə deyil, 1-2 xırda şeyi götürərəm. Bura qonaq otağı deyil, bura yataq otağıdır, hörmətli izləyicilər. İndi qonaq otağını göstərəcəm, çox qəşəngdir, əla bir evdir. Baxın, qonaq otağı, pəncərələrin qarşısı açıq, 2 dənə pəncərəsi var. Burada bir yataq otağı, üzürlü sayın, bizdə reski gəldi. Əmiyə dedim, burada ev yox, çəkərəm. Ola bilər, nəsə ortalıqda olar. Və bu yataq otağının daxilində burada bir kladovka var. Amma, məsəl üçün, hamam sanuzel eləmək olar onu. Ki, belə. O belə 90 minə deyir kişi buranı, sayğacları falan qaydasında, qazı su işığı, kanalizasiyası falan hamısı qaydasındadır. 90 minə deyir, razılaşmanı özünüz danışarsınız, sağ olun.